Bax, siz buna niyə etiraz edirsiniz? Təşəkkür edirəm. Əslində Uca Allah Quran-Kərim deyəndə ki, mən zikri qoruyacağam. Zikir burada həm Qurana işarədir, həm sözsüz ki, Quranı anlamağa işarədir. Quran da bizə anladan əlbəttə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisləridir. Misal üçün, Elşad Miri özü həmişə xoşladığı sözdür. Deyir ki, Türkiyədə misal futbolda desələr ki, şeytan qırmızıya qələbə çaldı, belə söz, qartal nə bilim qırmızıya şeytanlar qələbə çaldı. O dövrdə yaşamayan, o futbolu bilməyən, o Türkiyəlilərin terminin bilməyən anlamayacaq ki, nə baş verir. Nə ki, qartal kimdir, qırmızı kimdir, futboldan danışır. Ha, bu futbol Galatasaray falan. Mən də hara gəlib çıxıram. Mən də futbol. Həmçinin də təsəvvür edin ki, 1400 il keçib, Elşad Miri kimi biri çıxıb deyir ki, orada qırmızı qartal qırmızıya qələbə çaldı, quşla qızıl quş dalaşdı, bir-birini öldürdülər, dağda qutarıb getdi. Eyni söhbətə qayıdaq. Quraq mən demişəm, Quran əgər nazil olubsa, biz onu anlamaq istəyiriksə, sözsüz ki, bunun şərhləri var. O dövrün terminləri var. O dövrdə ən gözəl Quranı anlayan Peyğəmbərimiz sallallahu aleyhi və səlləm var. O bizə yönləndirib ki, necə Quranı anlamaq lazımdır.